Hamımız bilirik ki, Samit Azərbaycan dilində olan terminlərdən biridir. Ancaq onu da bilirik ki, oğlan uşaqlarına Samit adı da qoyurlar. Həmişə mən maraq götürürdü ki, nəyə görə Azərbaycan dilində olan terminin adını götürəsən uşağına qoyasan və bu sözün mənasını araşdırmağa başladım. Deməli ki, Samit sözü təkcə Azərbaycan dilində olan termin deyil, onun başqa bir mənası da var. Mirzə Fətəli Axundzadənin məşhur hekayəti Monsieur Jordan komediyasında ikinci pərdədə deyilir ki, Şəhrəbanu xanım Samit əyləşmişdi. Yəni, səssiz, səmirsiz, dinməz əyləşmişdi. Deməli, Samit sözü təkcə Azərbaycan dilində olan termin deyil, eyni zamanda başqa bir mənası da var. Sakit, dinməz. Ona görə övladlarımıza Samit adını qoyuruqmuş. Yəni, sakit sözü ilə sinonimdir. Sakit adı da var da, oğlan uşaqlarının sakit adı da qoyurlar. Bu sözün mənasını yadınızda saxlasaz, çox yaxşı olar. Siz də mən kimi bir müddət təəccüb içərisində yaşamazsınız ki, niyə uşaqlarımıza belə ad qoymuşuq.